Selam Cümşüt Bey. Ad gününüz mübarek olsun. Daha nice sağlıklı, huzurlu, mutlu yıllar dilerim. Sizi tanıdığıma çok memnun oldum. Allah uzun ömürler verir size inşallah. Daha çok şiirlerinizi okuruz. Hayırlara vesile oluruz inşallah. Sağlığımızla birlikte yaşamak dileğiyle. Size Allah'a emanet ediyorum. Allah bütün ailenizi ve sizi korusun inşallah. Tekrar ad gününüz mübarek olsun. Mehmet İnankıl, Türkiye. Değerlimiz Cümşüt müəllim, değerli kardeşim, sizi təbrik edirəm doğum münasibətinizlə. Qoy bu yaşını sizi uğur götürsün. Yaradıcılıq uğurları, ailə uğurları, bala toyu inşallah gələcəkdə bütün arzularınızı çatdırsın sizi bu gələcək yaşlarınız. Var olun, həmişə yanımızda olun, qələminiz iti olsun, bizi yeni yaraşdıq nümunələrlə sevindirəsiniz inşallah. Var olasınız. Nur Ocağı Poeziya Məclisinin bütün üzvlərini salamlayıram. Bugün Nur Ocağımızın değerli şairlərindən biri olan Cümşüt Əlin Nur bəyin dünya günüdür. Bu münasibətlə şairimizə Allah'tan sağlam, uzun və xoşbəxt ömür diləyirəm. Hörmətli şair, Allah sizə ürəyiniz istəyən zirvələri fəth etməyi və bütün arzularınıza yetməyi nəsib eyləsin. Təbiniz daima çağlar, qələminiz yazar, yolunuz nurlu, işiniz uğurlu olsun. Ömrünüzə yenicə qədəm qoyan bu ömür iliniz, ömür yaşınız sizə xeyirli, uğurlu, düşərli olsun. Bir daha təbrik edirəm. Baban Cümşüt müəllim, necəsiz? Doğum gününüzü təbrik edirəm. Sizə dəyəri maddiyyatla ölçülə bilməyən can sağlığı və xoş günlər arzulayıram. Salam Cümşüt müəllim, necəsiniz? Bugün sizin ad gününüzdür. Ad günü münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı, ailə saadəti, xoşbəxtliyi arzu edirəm. Bir də bol yaradıcı uğurları arzu edirəm. Var olun, yaxşı ki varsınız. Cümşüt müəllim, ad gününüz mübarək olsun. Sizə həyatla şirin nemət olan can sağlığı, işlərinizdə hər zaman uğurlar diləyirəm. Sağlam can arzulayıram. Yaqubova Sərfinaz. Gözəl insan, gözəl qələm sahibi, gözəl ürəyə məxsus, əzizimiz, dəyərlimiz, Cümşüt Nur. Sizə ad günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzulayıram. Hər kəsin ürəyində arzuları olduğu kimi, sizin də ürəyinizdə möhtəşəm arzularınız var. O arzulara nail olmağı arzulayıram. İnşallah zaman bütün arzularınız həyata keçsin. Qələminizdən hər zaman inci sözlər tökülsün. Gözəl yazılarınız göz oxşasın. Kitablarınız stollarınızın üstünün bəzəyi olsun həmişə. Səsiniz daha yüksəklərdən gəlsin. Yeni yaşınız uğurlu, düşərli gəlsin. Bir daha təbrik edirəm. Hörmətlə Şəfəq Vilayət qızı. Cümşüt bəy, sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və yaradıcılığınızda müvəffəqiyyətlər arzu edirəm. Hörmətlə Almas Yusuf qızı. Salam. Axşamınız xeyir. Tədbirdən indi gəlmişəm. Qrupa da indi daxil oldum ki, gördüm ki, deyirlər Cümşüt müəllimin ad günüdür. Bilmirəm neçə yaş tam olur, mənim üçün fərqi yoxdur. Hər nədirsə o yaşın birazını qoyaq qırığa, birazı olsun ki, üstünə çox gəlsin. Mən ona bugünkü ad günündə, mən də bu təbriklərə qoşuluram. Ona möhkəm can sağlığı, uzun ömür, nəvə, nəticə, kötücə sevinci. Çoxsu deyir ki, mənim nəvə nəticəm vardı. Qoy kötücə sevinci də olsun. Bol uğurlar arzulayıram. Heç vaxt kiməsə möhtac olmasın. Allah'tan başqa.
uğurları bol olsun, yazsın, yarasın, sözü qalar olsun, yaradıcılığı qalar olsun, ürəklərdə yer tutsun. Dost məhəbbəti ilə təbrik edirəm. İnşallah gəlirəm Bakıya, görüşərik. Bəlkə də Cümşüd bəyin özünü də görə biləcəm hansısa tədbirdə. Allah köməyiniz olsun. Ən gözəl illər arzulayıram. Ən gözəl illər. Elə bir illər ki, həyatımda iz qoysun. Sağ olun.